Salam əziz uşaqlar. Bugünkü dərsimizdə biz bitkilərin həyat dövrünü öyrənəcəyik. Birinci sxemimizə baxaq. Sxemimizdə toxum verilmişdi. Bilirik ki, toxumlar əlverişli şəraitə düşəndən sonra cücərərək cavan bitkiyə başlanğıc verirlər. Cavan bitki çiçək açdıqdan sonra tozlanma, daha sonra mayalanma prosesi baş verir. Bundan sonra isə bizim çiçəyimizin yumurtalığından meyvə, yumurtacığından isə toxum əmələ gəlir. Tozlanma və mayalanma prosesi getdikdən sonra çiçəkli bitkilər meyvə və toxum əmələ gətirir. Bitkilər toxumlarını müxtəlif üsullarla yayırlar və toxumlar yenə də əlverişli şəraitə düşən zaman cücərərək yeni bitkilərə başlanğıc verirlər. Yəni, toxumun cücərməsindən inkişaf etmiş yetkin bir bitkiyə çevrilib, öz toxumunu əmələ gətirənə qədər bitkinin həyatında baş verən bütün bu dəyişkənliklər bitkinin həyat dövrü adlanır. Bitkinin həyat dövründə bütün proseslər çox vacibdir. Məsələn, əgər bizim çiçəyimizdə tozlanma və mayalanma prosesi getməzsə, meyvə və toxum əmələ gəlməz və ya toxumlar əlverişsiz şəraitə düşsələr, cücərməz və yaxud da ki, toxum əlverişsiz şəraitdə olsa, amma rüşeyimiz zədələnsə, yeni bir bitkiyə başlanğıc verməz. Yəni, bitkinin həyat dövründə hər hansı bir mərhələ pozularsa, həyat dövrü davam edə bilməyəcək. Bitkilərin amma heç də hamısı uşaqlar həyatında çiçək əmələ gətirmir. Məsələn, çılpaq toxumlu bitkilər, mamırlar və qıcılar, onlar heç vaxt çiçək açmırlar. Məsələn, çılpaq toxumlu bitkilər toxumla çoxalır, amma mamır və qıcı kimi bitkilər, onlar sporlar vasitəsilə çoxalır. Şam, küknar, ardıc kimi bitkilər iynə yarpaqlı ağaclardır. Onlar həm də çılpaq toxumludular. Yəni, bunların toxumları qoza pulcuqları üzərində açıq halda yerləşdiyinə görə, bütün iynə yarpaqlı bitkilər çılpaq toxumlu bitkilər adlanır. İndi isə uşaqlar şam ağacının həyat dövrü ilə tanış olaq. Şam ağacının üzərində həm erkək, həm də dişi qozalar əmələ gəlir. Erkək qozalar yaşımtıl sarı rəngdə olur. Onların pulcuqlarında tozluqlar yerləşir, tozluq kisələri. Tozluq kisələrinin içərisində isə tozcuqlar olur. Qırmızı rəngdə dişi qozalarda, pulcuqların üzərində isə yumurtacıqlar əmələ gəlir. Bilirik ki, şam ağacı, küknar ağacı bunlar külək vasitəsilə tozlanan bitkilərdir. Külək tozcuqları qırmızı qozalarda olan yumurtacığın üzərinə düşür və burada tozlanma prosesi gedir. Tozlanmadan sonra mayalanma, mayalanmadan sonra isə toxumların yetişməsi baş verir. Qonur rəngli qozalarda toxumlar yetişir və toxumlar yetişən zaman qonur qozaların pulcuqları aralanır və qanadcıqlı toxumlar ətrafa yayılır. Bu toxumlar qanadcığa malik olduğuna görə, demək ki, onlar külək vasitəsilə yayılır. Əlverişli şəraitə düşən toxumlar isə yeni bitkiyə başlanğıc verərək cücərirlər. Sporlu bitkilərə biz mamır və qıcı bitkilərini misal gətirdik. Bu bitkilər sporlar vasitəsilə çoxalır. Sporlar külək vasitəsilə ətrafa yayılır. Onlar çox kiçik və yüngül olurlar. Sporlar əlverişli şəraitə düşən zaman onlar yeni bir bitkiyə başlanğıc verirlər. İndi isə biz qıcı bitkisinin həyat dövrü ilə tanış olaq. Qıcı bitkisi əsasən rütubətli və kölgəli yerlərdə bitirlər. Onların yarpaqlarının alt tərəfində sporangilər yerləşir ki, sporangilərin içərisində də sporlar yetişir. Sporlar yetişdikdən sonra onlar ətraf mühitə külək vasitəsilə yayılır. Küləklə yayılıb əlverişli şəraitə düşən zaman sporlar cücərir və qıcı bitkisinin ilk cücərtisi olan lövhə şəkilli protal əmələ gəlir. Protalın üzərində erkək və dişi cinsiyyət orqanları yaranır ki, dişi cinsiyyət orqanlarında yumurta hüceyrə, erkək cinsiyyət orqanlarında isə erkək qametlər yaranır. Suyun iştirakı ilə erkək qametlər dişi qametlərə doğru hərəkət edir və mayalanma prosesi baş verir. Yəni, mayalanma su mühitində gedir. Bundan sonra protalın üzərində ziqot yaranır. Ziqot bölünərək rüşeymə başlanğıc verir. O isə cavan bitkiyə, qıcı bitkisinə başlanğıc verir. Burada uşaqlar, erkək qıcı bitkisində gördüyünüz kimi yarpaqlarının arxasında sporangilərdə sporlar yarandı. Əgər bitkinin üzərində cinsiyyətsiz sporlar yaranırsa,
Bu nəsil qeyri-cinsi nəsil və ya sporofit nəsil adlanır. Amma protalın üzərində cinsiyyət hüceyrələri yarandı. Demək ki, onda protal cinsiyyətli və ya gametofit nəsil adlanır. Və öyrəndiyimiz kimi qıcır bitkilərdə mayalanma mütləq su mühitində getməlidir. Mamır bitkiləri də, onlar da rütubətli yerlərdə bitirlər. Amma mamır bitkilərdə erkək və dişi bitkilər ayrıdır. Yəni, erkək cinsiyyət hüceyrələri və dişi cinsiyyət hüceyrələri ayrı-ayrı bitkilər üzərində yerləşir. Əgər bunların üzərində qamet əmələ gəldiyinə görə yetkin bitkilər eyni zamanda gametofit nəsil adlanır. Dişi bitki üzərində didik dişi qametlər yumurta hüceyrələr, erkək bitki üzərində isə erkək qametlər yaranır. Yenə də mayalanma su mühitində gedir. Erkək qametlər su vasitəsilə dişi bitki üzərinə düşür və burada mayalanma baş verir. Mayalanmadan sonra dişi bitki üzərində ayaqcıq üzərində qutucuq əmələ gəlir. Demək ki, mayalanma dişi bitki üzərində getdi. Bundan sonra məhz dişi bitkinin üzərində ayaqcıqlı qutucuq yarandı. Qutucuğun içərisində uşaqlar çoxlu sporlar əmələ gəlir. Sporlar yetişəndən sonra qutucuq açılır və sporlar ətraf mühitə yayılır. Əlverişli şəraitə düşən sporlardan mamır bitkisinin ilk cücərtisi olan sap şəkilli şaxələnmiş protonema inkişaf edir. Protonema sonradan yetkin erkək və dişi mamır bitkilərinə başlanğıc verir. Demək ki, uşaqlar, mamır bitkisində də mayalanma su vasitəsilə getdi. Mamır bitkisinin yetkin fərdi gametofit nəsil, amma mayalanma getdikdən sonra üzərində sporlar, qutucuqda sporlar əmələ gələn nəsil, yəni həmin bu dişi bitki sporofit nəsil adlandı. Bununla da mamır bitkisi öz həyat dövrünü tamamlayır. Bitkilərin həyat dövründə cinsi və qeyri-cinsi nəsil gördük ki, növbələşirlər. Cinsi və qeyri-cinsi nəsil bir-birindən morfoloji quruluşuna görə, bəzən isə xromosom sayına görə fərqlənirlər. Öyrəndiyimiz kimi üzərində qametlər əmələ gələn nəsil gametofit, cinsiyyətsiz sporlar əmələ gələn nəsil isə sporofit nəsil adlandı. Məsələn, mamır bitkilərinin həyat dövründə gametofit nəsil üstünlük təşkil edir. Amma qıcı kimilər, çılpaq toxumlular və örtülü toxumlu bitkilərdə isə sporofit nəsil üstünlük təşkil edir. Uşaqlar, bugünkü dərsimiz bu qədər. Sağ olun, gələn görüşlərədək.